Ölkədə imtahan həyəcanı davam edir. Hazırda 2-ci və 3-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. İmtahanlar ölkənin 25 şəhər və rayonunda təşkil olunub, ümumilikdə 56 mindən çox abituriyent imtahanda iştirak edir. Onların arasında sağlamlıq imkanları məhdud olan abituriyentlər də var və onlar üçün xüsusi şərait yaradılıb. Uşaqlara uğurlar arzu edirəm. Bütün valideynlər də əziyyəti çəkiblər. Hər kəsin əziyyəti Allah yerdə qoymasın, hər kəs öz arzusuna çatsın. Uşaqlar biraz həyəcanlıdır. Biz də valideyn kimi uşaqlarla eyni əziyyəti çəkmişik də. İstəyərək yaxşı nəticə versinlər. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejim əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunmuşdu. 2-ci və 3-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir. Ölkənin müxtəlif rayon və şəhərlərində imtahanlar təşkil olunmuşdur. Hal-hazırda bu məktəbdə isə ümumilikdə 258 nəfər iştirakçının imtahan verəcəyi gözlənilir. 3 imtahan rəhbəri və 25 nəzarətçi cəlb olunmuşdur. 2-ci ixtisas qrupu üzrə imtahanda 28507, 3-cü ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla ümumilikdə 56847 abituriyent iştirak edib. İmtahan çox yaxşı keçdi. Əsasən ana dilində biraz məndə zəifçilik var idi, amma tarixdən hamısını yaza bildim, ədəbiyyatdan da hamısını yaza bildim. Ana dilində biraz çətinlik çəkdim, o da vaxt cəhətdən. Belə ümumi cəhətdən yaxşı oldu imtahan. Buraxılış bundan çətin idi. Bu blok imtahanı rahat idi, asan idi hər şey. İştirakçılar arasında sağlamlıq imkanları məhdud olan 82 abituriyent də var idi. Onların rahat və maneəsiz şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılmış, fərdi nəzarətçilər təyin olunmuş və bütün imtahan mərkəzlərində zəruri şərait yaradılmışdı.